Bugündən Ələt qəsəbəsində yerləşən Daşgil Palçıq vulkanları ərazisinə giriş müvəqqəti dayandırılıb. Bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli məlumat verib. Səbəb nədir? Ətraflı sıradakı sujetdə. Bugündən Ələt qəsəbəsi ərazisində yerləşən Daşgil vulkanına turistlərin girişinə qadağa qoyulur. Bunun birinci səbəbi odur ki, turistlərin öz təhlükəsizliyi, ikinci səbəb isə vulkanların antropogen təsirə məruz qalmasıdır. Və hazırda turizm könüllüləri elə turistlər tərəfindən çirkləndirilmiş ərazini təmizləməklə məşğuldurlar. Daşgil Palçıq vulkanları təbii görünüşünü bərpa edənə qədər turistlər Palçıq vulkanları turizm kompleksini ziyarət edə bilər. Bu kompleks paytaxta gələn turistlərin ən çox səfər etdiyi məkanlar sırasındadır. Ötən ilin statistikası göstərir ki, ölkəmizin qoruq və mədəniyyət müəssisələrini ziyarət edən əcnəbi turistlərin sayında artım var. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar və mədəniyyət müəssisələrini ümumilikdə 660 mindən çox turist bilet alaraq ziyarət etmişdir. 23-cü ildən müqayisədə turistlərin sayında 45%-dən çox artım deməkdir və biz xarici turistlərin sayına baxanda 70%lik bir artımdan danışa bilirik. 2025-ci ilin 3 ayında Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlara 150 mindən çox turist bilet alaraq səyahət etmişdir. Bu turistlərin hardasa 77%-i xaricilərdir. Palçıq vulkanları turizm kompleksinin tərkibində çox maraqlı bir muzey fəaliyyət göstərir. Burada müxtəlif illərdə yaşamış heyvanların skeletləri də nümayiş olunur. Mənim hazırda yanında bu dayandığım şir skeleti ekranların ulduzu şirdə adlanır. Çünki Dədə Qorqud filmində və Şir evdən qaçdı filmində rol alıb. Bütün gördüğünüz bu eksponatlar hamısı gerçekti, yani ki realdı. 80%'i Azərbaycan Respublikasının ərazisindən yığılıb, 20%'i isə digər ölkələrdən getirilib. Ümumiyyətlə hardasa 100'e yaxın skelet var və 900'e yaxın başqa nümunələr var. Qeyd edək ki, məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşa dək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeyləri ödənişsiz ziyarət edə bilər. Turanə Tağızadə, Rahil Bəhlulzadə, ATV Xəbər.